Şəhid Allahın adlarından biridir. İnnehu ala kulli şeyin şəhid ayət-i şərifədə keçir. O hər şeyə şahiddir, hər şeyi görür, müşahid. İnsan gör əməli ilə, niyyəti ilə bir zirvəni fəth edir ki, yaradan Allah, mütləq qüdrət, qüvvət sahibi olan, rəhman və rəhim olan Rəbbimiz öz adından birin yaratdığına verir. O nöqteyi nəzərdən, bəli, bu şəhadət zirvəsi alidir. Bizim vətənimizin istiqlalı uğrunda canlarını fəda vermiş şəhidlərimiz olub. Bir sözlə vətənin vətən kimi formalaşmasında, bir xalqın, bir millətin millət kimi, xalq kimi, dövlət kimi formalaşmasında orada canlarından, qanlarından keçən vətəndaşlar olur. Və məhz bizim 1-ci Qarabağ müharibəsi dönəmində 2016 aprel döyüşləri, Tovuz hadisələri, şanlı zəfərimiz hərb tarixində unudulmaz 44 günlük zəfərimiz, sonda sentyabr lokal antiterrorda dünyasını dəyişən şəhidlərimiz bizim xalqımızın unudulmaz əbədi bir tarixidir. Biz vətəndaş olaraq hal-hazırda o hadisələri yaşamışıqsa, görmüşüksə, bizim vətəndaşlıq borcumuzdur ki, biz